Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyinə həsr edilmiş gənc xilasedici və yanğın söndürən 12-ci Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, elm və təhsil eləcə də Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən yarışın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub. Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən Sumqayıt şəhər 4 saylı tam orta məktəbin komandası 1-ci yerə, Sumqayıt şəhər 15 saylı tam orta məktəbin komandası 2-ci yerə, Sumqayıt şəhər 30 saylı tam orta məktəbin komandası 3-cü yerə, Sumqayıt şəhər 17 və 5 saylı tam orta məktəbin komandası isə fəal iştiraka layiq görülüblər. Qeyd edək ki, qalib komanda gənc xilasedici və yanğın söndürən yarışlarının Respublika birinciliyində iştirak etmək hüququ qazanıb. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.